Proqramlaşdırmaya başlamaq üçün ən uyğun dilin hansı olduğunu bilmək istəyirsinizsə, cavab sözsüz ki, Python-dur. Bu dil sadə sintaksisi, geniş tətbiq sahələri və yüksək tələbata görə dünyanın ən məşhur proqramlaşdırma dillərindən biridir. Niyə məhz Python? Python uşaqlar üçün öyrənilməsi rahat, imkanları olduqca geniş bir proqramlaşdırma dilidir. Tətbiqlər, oyunlar, veb-saytlar, süni intellekt və avtomatlaşdırma kimi sahələrdə geniş istifadə olunur. JetSchool-un Python backend proqramlaşdırma kursunda uşaqlar və yeniyetmələr proqramlaşdırmanın əsas anlayışlarını və Python dilini addım-addım mənimsəyir, sadə alqoritmlər və məlumat strukturları ilə işləməyi, API-larla əlaqə qurmağı və məlumat mübadiləsinin əsaslarını, serverlərin iş prinsiplərini öyrənir və Django vasitəsilə veb tətbiqlər hazırlayırlar. Komanda şəklində işləmə bacarığı və real layihə üzərində təcrübə qazanırlar. Bu kurs uşaqlara proqramlaşdırma dünyasına güclü başlanğıc və gələcəkdə backend developer və ya Python developer kimi ixtisaslaşmaları üçün imkan yaradır. Python backend proqramlaşdırma kursu ilə o yalnız kod yazmağı deyil, proqramçı kimi düşünməyi, problemləri həll etməyi və yaratmağı öyrənəcək. JetSchool sadəcə kurs deyil, peşəkar yolun başlanğıcıdır.